Salam, hörmətli izləyicilər. Lektor podkastına baxırsınız. Bugünkü qonağımız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin daha bir uğurlu məzunu Nigar Məmmədlidir. O, bizə özünün keçdiyi uğur hekayəsindən danışacaq. Xoş gəlmisiniz Nigar xanım. Xoş gördük. Siz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geologiya ixtisasını 2021-ci ildə bitirmisiniz. Mən istəyərdim bu ixtisasa marağınız hardan yarandı, ixtisas seçimi necə oldu bir məktəbli olaraq keçdiyiniz bu yoldan bir qədər danışasınız bizə. Bu ixtisas ümumiyyətlə bizim dövrümüzdə, yəni trend ixtisaslardan biri idi ümumiyyətlə. Və ailəmdə bir neçə üzv bu ixtisas üzrə oxuyub və mən də onlara baxaraq həvəslənmişəm təbii olaraq. Həm də texniki fənlər mənə daha çox maraqlı gəlirdi. Ona görə sırf birinci qrup üzrə mən hazırlaşdım tələbəlik dövrümdə və bura qəbul oldum. Maraqlıdır. Məktəb illərində artıq siz bunun fərqinə vardınız ki, texniki sahələri daha yaxşı mənimsəyə bilirsiniz. Bu fənləri daha yaxşı öyrənə bilirsiniz. Necə düşünürsünüz? İxtisas seçimi məktəb illərindən etibarən, uşaqlıq yaşlarından etibarən olunmalıdırmı və ixtisas seçimində ümumiyyətlə nəyə diqqət eləməlidir? Çünki məktəblinin yaşı azdır, təcrübəsi azdır və bütün gələcəyini belə eləyək, müqəddəratını təyin eləyəcək bir qərar verir. Bu nəyin əsasında olmalıdır əsasən? Ümumiyyətlə burada həm valideynin, həm də uşağın rolu böyükdür. Ən əsas valideynin burada rolu o ola bilər ki, o uşağın potensialını daha yaxşı bilir və hardasa istiqamət verə bilər. Amma uşaq özü, yəni tələbə özü müəyyən bir dövrdür, hansı ki, indi internet dövrüdür. Yəni çox rahatlıqla, yəni bilirsiniz, ChatGPT falan belə platformalar var. Və indi bilirik ki, hal-hazırda, yəni bütün məlumatlar əlçatandır. Və məsləhət görərdim ki, valideynlər uşaqlarına başa salsınlar o platformaları və uşaqlar öz potensialına uyğun ixtisasları özləri axtarsınlar. Özlərinə uyğun ixtisası tapandan sonra, yəni ən azından məlumat görə bilərlər YouTube-da, nə bilim, iş şəraiti ilə tanış olsunlar. Görsünlər ki, məsələn, adicə öz ixtisasını danışıram. Mühəndis harda işləyə bilər və yaxud işləsə nə kimi işlər görəcək? Baxın, bunları mütləq şəkildə araşdırmalıdır. Yoxsa, yəni məncə 50% demək olar tələbənin o necə deyim, məyus olduğu bir nöqtə var ki, ixtisasına sonradan tanış olurlar. Ən əsas, yəni məsləhət görəcəyim məqam budur ki, ixtisası öncədən araşdırsınlar. Valideyn və uşaq ikisi də bir yerdə. Deməli, məktəb illərindən etibarən araşdırma bacarıqlarının formalaşmış olmağı hər kəs üçün vacibdir. İstər texniki sahədən olsun, istər humanitar sahədən olsun. Çünki həqiqətən də müasir dövrün ixtisasları da keçmiş dövrdən çox fərqlənir. Peşələr yenidən adlandırılıb, silabuslar inkişaf eləyib, dəyişib. Bizim universitetimizdə də, digər ali təhsil müəssisələrində də və tələbə onun nəyin gözlədiyini bilməlidir. Və bəzən olur ki, tələbələr düşünürlər ki, məktəbi bitirdim, universitetə başladım, artıq problemlər başa çatdı, mənə rahat olacaq hər şey. Tələbəlik çox rahatdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil aldığınız o 4 illik müddət sizə peşəkarlıq baxımından və eyni zamanda sosial həyatınızın inkişafı baxımından nə kimi təcrübələr qazandırdı? Bu 4 illik tələbəlik müddətimdə mən ən əsas mühəndis kimi dəqiqlik və verilənlər bazasının üzərində işləyib düzgün nəticə çıxarmağı öyrənmişəm və hal-hazırda bunu işimdə tətbiq eləyirəm. Eyni zamanda müəllimlərin düzgün istiqamətləndirməsi, müəyyən təcrübə proqramları, tədbirlər, bunlar hamısı mənim sosial çevrəmin formalaşmağında böyük rol oynayıb. Yəqin ki, razılaşırsınız ki, tələbənin işi yalnız gəlib auditoriyada oturmaq, dərsləri dinləmək və imtahanlarda iştirak eləmək deyil. Tədbirlərdə iştirak, belə deyək, müxtəlif proqramlarda iştirak çox önəmlidir təcrübə qazanmaq baxımından. Tələbəlik illərində, yəni siz artıq neçə illərdir peşəkar həyatınıza qədəm qoymusunuz. Sizcə tələbəlik dövründə daha çox nələrə diqqət eləmək lazımdır ki, universitet həyatından da kənarda qalmayasan, peşəkar bir şəxs kimi də formalaşasan? Tələbələrə bunu məsləhət görərdim ki, trendləri izləsinlər. Ümumiyyətlə, hal-hazırda dövrümüzdə daha çox nə onları inkişaf elətdirə bilər, bunu öyrənsinlər. Yəni, ixtisasından kənar da ola bilər. Bu ola bilər ki, hətta onların gələcəkdə işlərini formalaşdırsın. Deyərdim ki, ən əsas, yəni
qısa desəm, özlərini şəxsi inkişafdan heç vaxt arxada qoymasınlar. Yəni mütləq şəkildə hər gün nəsə öyrənin. Belə bunu deyə bilərəm. Çox yaxşı bir məsləhətdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Tələbə Gənclər Təşkilatı, eyni zamanda Tələbə Həmkarlar İttifaqı Komitəsi, eyni zamanda tələbə klubları fəaliyyət göstərir. Yəni tələbənin əgər bir maraq dairəsi varsa, deyək ki, mühəndislik, amma incəsənətə də maraq göstərir. Onun üçün müxtəlif klublarda iştirak eləmək imkanı yaradılıb. Əgər belə bir klub yoxdursa, özü müəyyən təşəbbüs göstərə bilər. Eyni zamanda bizim PR komandası da onların müxtəlif vizual layihələrini işıqlandırmağa dəstək göstərməyə çalışırıq. Yəni bir növ tələbənin hərtərəfli yetişməsi üçün müasir dövrdə imkanlar təqdim olunur və bu həqiqətən də çox önəmlidir. Necə düşünürsünüz? Yəni bir tələbə hərtərəfli olmaq üçün, öz yumşaq bacarıqlarını da inkişaf etdirmək üçün, özəlliklə mühəndislik kimi texniki sahələrdə təhsil alan tələbələr üçün bu çox vacibdir. Nə etməlidir? Nələrə daha çox diqqət etməlidir? Gənclərə bunu məsləhət görərdim ki, ümumiyyətlə beynəlxalq seminarlar olur məsələn. Onları izləsinlər, qatılsınlar. Daha sonra startaplar, yəni öz ixtisaslarına uyğun olmasa belə yenə dediyim kimi qatılsınlar. Ən azından bir çevrələri yaranacaq, bir communication olacaq. Maraqlı bir ideyaları varsa, hər hansı bir yaradıcı tərəfləri varsa, startaplara qoşulsunlar. Məsələn, eyni zamanda beynəlxalq təlimlərə qoşula bilərlər. Bu da onlar üçün böyük rol oynayacaq. Hal-hazırda bilirik, məsələn, sosial şəbəkə dövrüdür. Platformalar var, LinkedIn kimi. Məsələn, orada daha aktiv iştirak eləsinlər, sertifikatlar qazansınlar, oxumaqla bərabər və onları həmin profillərdə yerləşdirsinlər. Yəni bir sıra HR-lar özünüz də bilirsiniz. Onlar oradan baxırlar və bu gələcəkdə onları gözlənilmədən, yəni bir iş təklifi belə ola bilər və yaxud ən azından onlar üçün bir imij yaradır. Siz özünüz tələbəlik dövründə müxtəlif digər sahələrdə bildiyim qədər maraq göstərirdiniz. Mühəndis olsanız da marketinq sahəsi ilə ciddi maraqlanırdınız. Bu sahədə müxtəlif sertifikatlarınız var beynəlxalq. Necə oldu ki, sizdə belə bir fərqli bir maraq formalaşdı və o sahədə də özünüzü kifayət qədər inkişaf etdirdiniz? Mən özüm də tələbəlik illərində ümumiyyətlə marketinqə böyük maraq göstərirdim. Daha sonra generative AI, digital marketing, Google Ads kimi sertifikatlar qazandım. Və bunları sosial platformalarda yerləşdirərək artıq daha da özümə inam qazandım. Daha sonra artıq digital marketing, Google Ads, generative AI kimi sertifikatlar qazandım və bunları öz LinkedIn profilimdə paylaşaraq özünü daha da inam əldə elədim. Və tələbələrə də onu məsləhət görərdim ki, öz maraqları, hobbiləri üzərindən davam eləsinlər, qorxmasınlar və bunu daim inkişaf eləmək üçün çalışsınlar. Elə hazırda da bu sahə üzrə çalışırsınız, şirkətlərdən birində marketinq rəhbəri olaraq çalışırsınız və ümumiyyətlə necə dəyərləndirirsiniz bu sahə üzrə özünü görən gəncləri və peşəkar kimi formalaşmaq istəyən gəncləri necə dəyərləndirirsiniz? Hansı belə deyək xüsusiyyətləri özlərində daha çox diqqət eləsinlər? Peşəkar xüsusiyyətlərə. Ən əsas düzgün kommunikasiya bacarığı olmalıdır gənclərdə. Daha sonra düzgün zamanlama, düzgün strateji düşüncə və komanda ilə işləmə bacarığı. Yəni hər hansı bir problem olanda onu düzgün həll eləyə bilsinlər. Razıyam sizlə. Əslində bir çox bu bacarıqların təməli tələbəlik illərindən qoyulur. Komanda ilə işləmək bacarığı bizim komandamız qrup yoldaşlarımızdır. Vaxtın idarə olunması, biz imtahan suallarını müəyyən vaxt ərzində cavablandırmalıyıq. Strateji düşünmə bacarığı, yəni bunların hamısı tələbəlik illərindən təməli qoyulan bacarıqlardır. Yəni tələbələr nəyə diqqət eləməlidirlər ki, peşəkar həyatlarında həqiqətən də bu xüsusiyyətlər mənə lazımdır. Onun fərqində olsunlar. Əmək bazarına daxil olmadan, çünki sonra gec olacaq, artıq işləməyə başlayacaqlar. Korporativ mühitə daxil olub bir şok keçirdə bilər tələbə, çünki o hələ görməyib, iş mühitindən xəbəri yoxdur. Amma tələbəlik illərindən artıq özünü psixoloji olaraq hazırlaya bilsə və bu bacarıqları inkişaf etdirə bilsə, o əmək bazarına daxil olanda istənilən bir şirkətdə artıq öz mövqeyi olacaq və öz peşəkarlığını ortaya qoya biləcək. Yəni
tələbə bunun təməlini daha erkən yaşlarda necə qoya bilər? Belə düşünürəm ki, şəbəkələşməni özlərində formalaşdırmağı mütləqdir. Buna təkcə qrup yoldaşları, müəllim heyəti daxil deyil, həmçinin universitet tərəfindən beynəlxalq təlimlər üçün dəvət olunan xarici əməkdaşlarla düzgün əlaqə qursunlar. Məsələn, yeri gəlmişkən çəkilişdən qabaq mən karyera mərkəzi ilə də tanış oldum. Bu çox yaxşıdır həqiqətən. Tələbə çox rahatlıqla gələcək istiqaməti üçün məsləhət ala bilər. Razıyam sizlə. Karyera mərkəzi tələbələrin artıq birinci kursdan etibarən öz istiqamətini tapmağına, formalaşmağına doğrudan çox töhfə verir. Müxtəlif şirkətlər çağırılır. Onlar üçün maraqlı ola biləcək təlimlər keçilir və tələbənin həqiqətən də müasir dövrdə şəbəkələşmə imkanları çox böyükdür. Yəni beynəlxalq sizin dediyiniz kimi konfranslar keçirilir və Nobel mükafatçıları gəlir universitetə. Müxtəlif universitetlərin rektorları gəlir, nümayəndələri gəlir. Tələbə əgər tutaq ki, xaricdə PhD təhsili almaq istəyirsə, belə deyək, şəbəkələşmənin təməlini artıq tələbəlikdən qoya bilər, magistratura illərindən qoya bilər. Bir qədər də burada tələbədən bir qədər cəhdlik tələb olunur. Özündə də o ünsiyyət bacarıqları tələb olunur. Elə sizin dediyiniz kimi, istər mühəndis olsun, istər riyaziyyatçı olsun, istər jurnalist olsun, fərq eləməz. Müasir dövrdə ünsiyyət, kommunikasiya bacarıqları mütləqdir və bu bacarıqlar olmadan artıq heç bir sahədə mümkün deyil uğur qazanmaq və işin əlbəttə rəqəmsal kommunikasiya tərəfi də çox önəmlidir. Sosial mediada formalaşdırdığımız imic və s. Yəni bir sözlə tələbələr üçün müasir dövrdə özünü göstərmək və öz potensialını nümayiş etdirmək imkanları çoxdur. Yetər ki, istəsinlər. Bəli, mən razıyam bu fikirlə. Universitetdə qurduqları şəbəkələşmə vasitəsilə tələbələr öz karyeralarında, yəni ilk addımı ata bilərlər. Bəli, yəni bir çox tələbə ilk işini məhz universitetdə qurulan şəbəkələşmə vasitəsi ilə tapır. Çünki artıq özünü necə təqdim eləyəcəyini öyrənən bir tələbə bundan istifadə eləyir. Müxtəlif şirkətlərlə olan seminarlara qatılır. Müxtəlif HR-larla, insan resursları üzrə mütəxəssislərlə əlaqələri qurur və təsadüfi deyil ki, bir çox tələbələrə artıq məzun olan kimi müxtəlif iş təklifləri gəlir. Öz sahəsində kifayət qədər bacarıqları varsa və o şəbəkələşmə bacarıqları da yerindədirsə, artıq müasir dövrdə əmək bazarında özünü doğrultmaq üçün çox şanslar var. Mən başqa belə bir sual vermək istəyərdim sizə. Mühəndislik üzrə təhsil almış bir xanım kimi bu sahəni daha çox xanımlar o qədər də çox seçmirlər və eyni zamanda hazırda marketinq rəhbəri kimi çalışan bir xanım kimi. Nə düşünürsüz? Qadın lider üçün önəmli olan xüsusiyyətlər nələrdir? Peşəkar həyatda daha çox uğur qazana bilmək üçün. Fikrimcə peşəkarlığın qadın və ya kişi faktoru ilə heç bir əlaqəsi yoxdur. Ən əsas özlərini daim inkişaf elətdirsinlər. Düzdür, yəni doğrudan da yaxşı bir mütəxəssis olandan sonra hər yəni gün oxumalısan, nəsə öyrənməlisən və s. Və yaxşı mütəxəssisə hər sahədə tələbat da var, yer də var. Burada önəmli olan artıq peşəkarlıq tələb edən o bacarıqları, sizin bayaq sadaladığınız strateji düşünmə qabiliyyəti, komanda ilə işləmə bacarığı və eyni zamanda sahə üzrə biliklər önəmlidir və bütün bu xüsusiyyətlərə malik olan bir mütəxəssis əlbəttə gec-tez özünü doğruludacaq və əmək bazarında öz yerini tapacaq deyə düşünürəm. Bugünkü lektorumuz olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə və gələcəkdə burada təhsil almaq istəyən gənclərə, məktəblilərə nə məsləhət görərdiniz? Daha çox hansı xüsusiyyətlərini inkişaf etdirməyə çalışsınlar və nələrə diqqət eləsinlər? Məsləhət görərdim ki, tələbələr qəbul olacaqları ixtisası yaxşıca araşdırsınlar. Daha sonra qəbul aldıqları dövrdən sonra özlərini inkişaf elətdirməkdən heç vaxt çəkinməsinlər. Kurslara yazılsınlar, müxtəlif təlimlərə, qısa müddətli təlimlərə gedə bilərlər. Riskli addımlardan qorxmasınlar. Yeni sahələrdə özlərini sınasınlar. Çox sağ olun Nigar xanım bugün qonağımız olduğunuz üçün və əminəm ki, sizin məsləhətləriniz, tövsiyələriniz tələbələr üçün doğrudan da faydalı olacaq. Siz sağ olun dəvət etdiyiniz üçün. Ümid edirəm ki, bu podkastda hansısa bir tələbənin fikrinin formalaşması üçün bir rolumuz olacaq.
Bugünkü buraxılışımızda bir daha öyrəndik ki, tələbəlik illərində qazanılan heç bir təcrübə itmir. Auditoriyada, seminarlarda, görüşlərdə qazanılan təcrübələrin hər biri peşəkar həyatda mütəxəssisin dəstəyinə gəlir. Nigar Məmmədin hekayəsi bunu bir daha sübut eləyir. Lektor layihəsi olaraq biz inanırıq ki, məzunlarımızın hər birinin hekayəsi tələbələrimizə və tələbə olmaq istəyən gənclərimizə müsbət örnek olacaq və onları motivasiya eləyəcək. Gələn görüşlərdə hər birinizi gözləyirik. Hələlik.